Hər kəsə salamlar. Yəqin ki, yanılmaram desəm ki, paytaxt saatı ən sevimli saatlardan biridir. Mən bu saata qaynamış kartof, kök, yumurtanı xırda kub şəklində doğrayıram. Üzərinə 2-3 dənə turşu xiyar əlavə edirəm. 2-3 dənə ricis xırda şəkildə doğrayıram. 1 banka qarox əlavə edirəm və bu salatı qaynadılmış döş ətindən hazırlayıram. Döş ət əvəzinə qaynadılmış ət də əlavə edirlər və kalbasadan da hazırlamaq olar. Üzərinə yarı mayonez, yarı xama qatıb qarışdırıram. Axır zamanlar internetdə çox dəbli və yeni çıxan salatlar hazırlayırlar və çox maraqlıdır. Amma bizim evdə bu salatsız heç bir bayram keçmir. Bilirəm ki, bu salatı başqa reseptlə də hazırlayan xanımlar var. Rəy bölməsində bizimlə bölüşün.